Toy kərvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda süni sıxlıq yaratmırlar. Onlar həm də ağır qəzaların baş verməsinə səbəb olurlar. Dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində zəncirvari qəza hadisəsi baş verib. Müşahidələr onu göstərir ki, toy kərvanlarında olan bəzi sürücülər nəqliyyatın hərəkəti zamanı qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolağını tutur, manevr etmə qaydalarını pozur və yollarda süni sıxlıq yaradırlar. Eyni zamanda bəygəli maşınını müşahidə edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi toy kərvanlarında iştirak edən sürücülərin diqqətinə çatdırır ki, onlar qaydalara məsuliyyətlə yanaşmalı və bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etməlidirlər.